Deməli bir maraqlı bir yerdəyik biz. Ərazini tam olaraq deməyəcəm. Bu arxamda gördüyünüz bu bunkerdirmi, nədirmi, təyinatı bilmirik. Amma çox maraqlıdır. Sosial şəbəkələrdə qarşımıza çıxdı bu yer bizim və gəlib çəkmək qərarına gəldik. İçərisini daha ətraflı sizə göstərəcəm. Əziz dostlar, gəlmişik. Heyvan qara iyi gəlir, yəni mal qara saxlanıldığı düşünürəm. Ola bilsin ki, bura köhnə vaxtlarda bu dağlıq ərazidə yerləşdiyi üçün ola bilsin ki, hava hücumundan müdafiə üçün nəzərdə tutulub. Mən belə düşünürəm ki, bu SSR vaxtına aiddir. Bu 22 ildə. Baxın, görürsünüz, bir otaqlar var. Sanki bir növ bura həbsxananı xatırlar. Görürsünüzmü, hava çəkən yerləri də var. Baxın, işıq yeri də olub vaxtı ilə. Quruluşundan həbsxana yox. Bu qədərlik bir kameradan gedir söhbət. Dostlar, aşağısı boşdur, mən onu deyim. Bu aşağısında nəsə boşluq var. Yenə deyirəm, baxın, görürsünüz. Burada da, baxın, burada da görürsünüz, vedrə var. Burada otaq, artıq burada otaq var. Burada da otaq var, baxın. Bir anlıq seyirli xalat filmi yadıma düşdü. Görürsünüz, istəyirəm bura girək ilk öncə. Başlayırlar, yarasa var. O qorxulu deyil ki. Aha, cuma bilər. Başımıza ilişələr. Bəli. Yatıb. Burada da var. Hə? Ha, burada yarasalar var. Burada da var, bax. O, görsən. Burada da var, divarda aslanıb. Hücum edə bilər bizə görsən. O tam olarak. Deyilənə görə başa saça ilişirlər. Sonra ayrılmaq çətin olur. Aha, burada tunelin bir fərqi uzadır. Görürsünüz. Bax, burada böyle bir sanki. Yerin altına eğir bu sanki. Ya labirent kimi bir yer. Labirent kimi bir yerdir. Burada su yeri olur. Görürsünüz. Burada da eğilen su yeri olub. Yarasalar həqiqətən məni çox qorxuzdu. Yəni biz burada təkcə bir neçə çıxış var burada. Buranın deformasiya uğramasına uzun illər öncə bura tərk edilib və istifadəsiz şəkildə və heç bir düşünürəm ki, strateji məqsəd daşımır. Baxın, görürsünüz vəziyyət bu. Çünki bura hər hansı bir strateji obyekt olsaydı, bax bu vəziyyətdə olmazdı. Görürsünüzsə, uçub tökülüb dağılır. Hər bir halda aidiyyatı qurumlar sözü gedən bu məkana baxış keçirməlidir. Nə məqsədlə istifadə olunur? Bir şey, kilisi bağlı. Hərbi məsələlər, Məsələlər üçün nəzərdə tutulur. Yuxarıda uzaq izlənməyə, daldalanmağa və bu var. O dildə desək, yəni müharibədən, yəni sığmaq. Türmə Otaqda da var, görürsünüz. Bəli, bəli. Bununla da olur. Bəli. O həmin şeydir. Yəqin ki, o vayilmişdir. Yəqin həm bura bunu sən nə üçün nəzərdə tutulur? Mən səhv elə bıraqda müharibə nəzərdə Bəli, bəli. Bu vaxt yəni müharibə olarsa, yəni həm orada gizlənər, həm burada gizlənər. Yəni əhalini burada təhlükəsiz yer olduğuna görə yığmaq üçün düşündüyümüzü deyirik də. Bəli, bəli. İnsanlar burada hərəkət edir, çökə bilər. Hər tərəfdə araşdırma. Mən şəxsən bağlı çəkmək uşaqların girməsindən qoyuram. Yəni başa sallam ki, bura təhlükəli olursa, bura girmək olmaz. Uşaq qalmır. Görürsünüzsə, bir hissəsi çöküb. Baxın, oradan daşlar tikilib vaxtı ilə. Artıq burada çöküntü var. Hesab edirəm ki, bir sıra yerlərdə çökə bilər, çökmə ehtimalı böyükdür. Baxın, görürsünüz, növbəti çökmə ocağı. Çox dərinliyi də yox da, işləh olmayan ərazidir və qapısı da açıqdır ki, hər kəs gəlib, girib, bax çəkə bilir. Yəni bu da onu göstərir ki, bu heç bir halda hərbi sir deyil və heç bir strateji obyektə aid də deyil.